İnternetin keyfiyyətindən razısınızmı? Yox, əlbəttə razı deyiləm. İnternetdən mən daim istifadə eləyirəm. Çünki bütün günü işlərimiz hamısı internetdən keçir və öz də internetin pulunu artırıblar. Megabaytın qədərini güya ki artırıblar, pulunu artırıblar. Amma əslində heç aşağıdır. Xeyr, çox zəifdir internet. Verdiyimiz məbləğə görə heç razı deyilik. Cəh donur, yəni belə baxanda evlərdə ancaq telefonla girir çox insanlar, amma telefonun sürətinə görə heç birimiz razı deyilik. Çox istifadə eləmirəm. Belə də orta. Bəli, mən internetin sürətindən və keyfiyyətindən razıyam. Axşamlar biraz zəiflik olur. Əslində yəni elə bir problem yoxdur. İstədiyimiz proqramları rahat açır. Bu aralar biraz zəif olur nəsə. Yəni əvvəl bundan daha sürətli idi mən biləni. Qiymətləri qaldırılır, amma keyfiyyət eynidir. İnternetin qiyməti qalxıbdır, keyfiyyət də yoxdur. Bəli, razıyam. Sadəcə qardaşım kompüterdə oyun falan oynayanda, onda biraz zəifləyir, oyun yükləyəndə və s. Amma belə, yəni elə oyun falan olmasa razıyam yəni. Burada kasıb təbəqədə var, varda təbəqədə var. Ayda 27 manat ödəyirik. Bu dərəcədə mən razı deyiləm.